Gəlin İslam dinini öyrənək. Quranda ilk əmr hansıdır? İbadət et, namaz qıl, yaxşılıq et. Düzgün cavab ibadət et. Quranda ilk ayə hansıdır? Oxu, namaz qıl, həcc et. Düzgün cavab oxu. Allaha ibadətdən sonra ən fəzilətli əməl hansıdır? Qonşuya yaxşılıq, ata-anaya yaxşılıq, qohuma yaxşılıq. Düzgün cavab ata-anaya yaxşılıq. Allah bizi nədən yaradıb? Anamızdan, torpaqdan, meymundan. Düzgün cavab torpaqdan. Kanala abunə olmağı unutmayın.